Hara gedir o milyardlar? Deyim, hara gedir? Özüm də sual verirəm, özüm də cavab verirəm. Bilirəm ki, İlham sən buna cavab verməyəcəksən. Heç sənin trollarına cavab verməyəcək buna. Ancaq trolluğunu yapacaqlar sənin. O pullar da sənin öz şəxsi büdcənə gedir. Bəyənmədiyin Avropa banklarında, Avropanın banklarına gedir. Oraya yatırırsan. İnvestisiya adında Avropadakı mülklərinə yatızdırırsan. Neçə milyardlıq, səhv etmirəmsə, elə neçə il bundan qabaq 7 milyard demişlər, yoxsa 700 milyard demişlər. Xatırlaya bilirəm, amma 7 rəqəmi yadımdadır. İlham Əliyev daşınmaz əmlak alıb. İstər oğlunun adına, istərsə də qızlarının adına. O daşınmaz əmlaklar Azərbaycan xalqınındır. Qarabağı alan qazilərindir. Amma bugün qaziyə sən 80 manat verib, bütün Azərbaycan xalqının pullarını xaricdəki daşınmaz əmlaklarına yatırırsan. Afşorlara yatırırsan.